Salam, hər vaxtınız xeyir, əziz və dəyərli kanal izləyiciləri. Bugün sizlərə 3-cü sinif riyaziyyat dərsinin növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarına aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla keçirilir. Qrupda maksimum 3 nəfər olur. Çox uşaq olmur. Bu bizim qrupumuzun üstünlüyüdür. Bundan əlavə riyazi bacarıqların inkişaf etdirilməsi, dərsdəki mövzuların dərindən mənimsənilməsi, həftəlik sınaqlar, aylıq sınaqlar, oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, monitorinqlərə hazırlıq, oxuyub anlama mətnlərinin müstəqil necə işləmək olar. Bütün hər biri bizim hazırlığımızda mövcuddur. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçirik mövzumuzun izahına. Burada bizdən fərqi tapmağımızı istəyir. 2-dən 3 çıxmaq olmaz. 4-dən 1 onluq veririk. Olur 12. 12-dən 3 çıxdıqda qalır 9. Qaldı burada 3. 3-dən 7 çıxmaq olmaz. 1 onluq verir. 13-dən 7 çıxdıq 6. 4 qaldı. 4-dən də 1 çıxdıq 3. 6-dan 8 çıxmaq olmaz. 1 onluq verdik 5-dən. 16-dan 8 çıxdıq 8. Burada qalmışdı 4. 4-dən 8 çıxmaq olmaz. 1 onluq verdik. 14-dən 8 çıxdıq qaldı 6. 1-dən 4 çıxmaq olmaz. 1 onluq verir. 11-dən 4 çıxırıq 7. Qaldı burada 0. 0-dan 8 çıxmaq olmaz. 1 onluq da verir. Olur 10. 10-dan 8 çıxanda 2. Burada da qalmışdı 5. 5-dən 2 çıxanda 3. 2-dən 5 çıxmaq olmaz. 1 onluq veririk. 12-dən 5 çıxdıq 7. Burada qaldı 1. 11-dən 3 çıxanda 8. Burada da qalır 2. 8-dən 9 çıxmaq olmaz. 1 onluq veririk. 18-dən 9 çıxanda 9. Burada qaldı 0. 0-dan 6 çıxmaq olmaz. 10-dan 6 çıxanda 4. Burada da qaldı 1. 1-dən də 1 çıxanda 0 qalır. 3-dən 6 çıxmaq olmaz. 1 onluq veririk. 13-dən 7 çıxanda 6. Burada qaldı 5. 5-dən 6 çıxmaq olmaz. 1 onluq veririk. 15-dən 6 çıxanda 9. Burada da qaldı 3. 0-dan 6 çıxmaq olmaz. 1 onluq verir. 10-dan 6 çıxdıq 4. Burada qaldı ki 2-dən 9 çıxmaq olmaz. 12-dən 9 çıxanda 3. Burada da 7 qalıb. 7-dən də 4 çıxanda 3. 1-dən 3 çıxmaq olmaz. 11-dən 3 çıxanda 8. Qaldı burada 1. 1-dən yenə 3 çıxmaq olmaz. 1 onluq verdik. 11-dən 3 çıxanda 8. 3-dən 5 çıxmaq olmaz. 1 onluq veririk. 13-dən 5 çıxdıq 8. Burada qaldı ki 2-dən 5 çıxmaq olmaz. 1 onluq da veririk. 12-dən 5 çıxırıq 7. Qaldı burada 4. 4-dən də 2 çıxırıq 2. 0-dan 2 çıxmaq olmaz. 1 onluq verdik. 10-dan 2 çıxdıq 8. Burada qaldı 4. 4-dən 7 çıxmaq olmaz. 1 onluq verdik. 14-dən 7 çıxdıq 7. Burada da qaldı 8. 4-dən 7 çıxmaq olmaz. 1 onluq veririk. 14-dən 7 çıxdıq 7. Qaldı 2. 2-dən 6 çıxmaq olmaz. 1 onluq verir. 12-dən 6 çıxırıq 6. 8-dən də 3 çıxırıq. 5 qalmış olur. 3-dən 4 çıxmaq olmaz. 1 onluq verir. 13-dən 4 çıxdıq 9. Burada qaldı 1. 1-dən 4 çıxmaq olmaz. 1 onluq verir. 11-dən 4 çıxırıq 7. Burada da qaldı 3. 379. 5-dən 7 çıxmaq olmaz. 1 onluq verir. 15-dən 7 çıxdıq 8. Qaldı 1. 1-dən 4 çıxmaq olmaz. 1 onluq verir. 11-dən 4 çıxdıq 7. Qaldı 5. 5-dən 2, 3. 2-dən 6 çıxmaq olmaz. 12-dən 6 çıxanda 6. 4-dən 5 çıxmaq olmaz. 14-dən 5 çıxanda 9. Keçirik növbəti. Deyir alt-alta yazmaqla fərqi tapın. 500-dən 36 çıxanda qalacaq 400. Deməli 4, 464. 701-dən 3 çıxanda qalacaq, deməli 698. Daha sonra 804-dən çıxırıq 67. Qalacaq 7, 3, 7. 407-dən 18 çıxanda qalacaq 9, 9-dan 1, 8, 3. 506-dan 8 çıxanda qalacaq 8, 9, 4. 905-dən 7 çıxanda qalacaq 8, 9, 8. Daha sonra keçirik 708-dən 9 çıxırıq. 9, 9, 6. 400-dən 105 çıxırıq. 5, 9, 2.
Sonra 100'dən 11 çıxırıq. Eləyəcək 89. 208'dən 169 çıxırıq. Eləyəcək 9, 3. Sonra 101'dən 2 çıxırıq. Qalır 99. Daha sonra 821'dən çıxırıq 46'nı. Eləyəcək 5, 7, 7. 200'dən 123 çıxırıq. 77. 902'dən də 245 çıxırıq. 7, 5, 6. Geçirik növbəti. Bize deyir ki, fərqi tapın, hər nəticəyə uyğun təsviri müəyyən et. 800'dən 2 çıxanda 798 qalır və 798 olacaq 4. Bu 798'dir. Burada qalacaq 8, 4, 2, 248 olacaq bu. Daha sonra bu olacaq deməli 677 birincidir. Sonra bu olacaq 4, deməli 5, 1, 154. Bu da olacaq 3, 3, bu da 5. Bu da 533. Daha sonra gəlirik bura baxırıq. 4'dən deməli 12'dən 4 çıxanda 8 qalır. Qaldı buradakı 12'dən 6 çıxanda 6, 7'dən də 1 çıxanda 6 qalacaq. 10'dan 8 çıxdıq 2, 9'dan 4 çıxdıq 5, 14'dən 6 çıxdıq 8, 9'dan 3 çıxdıq 6, 10'dan 7 çıxdıq 3, burada 9 olacaq. Sonra 13'dən 7 çıxdıq 6. Burada 1 onluq verdiyimizə görə 3 qalır. 13'dən 8 çıxırıq 5. Daha sonra 10'dan 5 çıxdıq 5. 1 onluq verdiyimizə görə burada 0'dır. 10'dan da 6 çıxanda 4 qalmış olacaq. Məsələlərə keçirik. Məsələ 5. Məktəblilər yay düşərgəsinə 2 həftə ərzində 600 şagird yazıldı. Deməli, düşərgəyə cəmi neçə şagird yazılıb? Cəmi 600 şagird. İlk həftə, yəni birinci həftə nə qədər şagird gəlib? 367. İkinci həftəni isə deyir ki, düşərgəyə ikinci həftə neçə şagird yazıldı? Birinci həftə 367'dir. Deməli, cəm də 600'dür. 600'ün 367'si birinci həftə gəlibsə, 600'ün 367'si getdi. Birinci həftədir bu çünki. Sonra yerdə nə qalır? 3, 3, 2. Deməli, cavab ikinci həftə 233 şagird yazıldı. Baxırıq növbəti məsələ 6. Bize deyir ki, məktəb kitabxanasında 576 kitab var. Cəmi nə qədərdir? 576. Bunlardan 122'si İngilis. Deməli, Rus nə qədərdir? 157. Bizə nə deyirlərsə məsələdir. Biz onu qısa qeyd formasında yazmalıyıq ki, bizim işimiz rahat olsun. Qalanında Azərbaycan dilində olan kitablardır. Amma Azərbaycan dilində olan kitabların sayı verilmir. Cəm 576'dır və onun 122'si İngilisdir, 157'si Rusdur. Deməli, 576'dan çıxarıq 122, üstəgə 157. Niyə? Çünki əvvəlcə biz bunları toplamalıyıq, görək 576 nə qədəri xarici dildir. Daha sonra yerdə qalanda deməli Azərbaycan dili olacaq. Çıxırıq 576 çıxılsın 9, 7, 2, 279. 576'dan da 279'u alt-alta siz dəftərinizdə çıxa bilərsiniz. Mən şifayət çıxacağım. 16'dan 9 çıxdıq 7. Qaldı orada 6. 16'dan 7 çıxanda qalacaq 9. 4'dən 2 çıxanda 2. Deməli, Azərbaycan dilində 297 kitab var.
Cevabı 297 kitab var. Sonra keçirik məsələ 7-yə. Nə deyir bizə? Deyir şəkillərə əsasən suallara cavab verin. Baxırıq ki, üzümün çəkisi nə qədərdir? Üzüm deməli 500 qram. Sonra gilas 49 qram. İndi deyir ki, üzüm almadan 342 qram ağırdır. Üzüm almadan ağırdısa, deməli alma azdır. Alma balaca olacaq onda. O zaman biz almanı hesablamaq üçün 500 çıxarıq 342-ni. Bu da eləyəcək 8, 5, 4-dən 3 çıxanda 1. Deməli, almanın çəkisi nə qədər imiş? 158 qram. Sonra bizə deyir ki, armudun kütləsi üzüm və gilas, gilas və almanın kütlələri cəmindən. Üzüm, gilas, bir də almanın kütlələri cəmindən 469 qram yüngüldür. Baxın, tapdıq ki, bu üçün çəkisi nə qədərdir? 707. 707-dən 469 qram yüngüldür. Bu da eləyər 8, 3, 2. 238 qram. Deməli, cavab armudun çəkisi nə qədərdir? Armud 238 qramdır. Keçirik növbəti səhifəyə. Növbəti səhifədə görək bizi nə gözləyir. Burada çıxmanın müxtəlif üsullarıdır. Daha asan hesablamaq üçün azalan və çıxılana hansı ədədi əlavə etmək lazımdır? Fərqi şifahi tapın və alt-alta çıxmaqla cavabı yoxlayın. Baxın, 62-dən 39 çıxmaq üçün çıxanda nə qalacaq? Cavab deməli bizdən şifahi tapmağımızı istəyir. Həm də hansı əlavə ədədi etmək lazımdır deyir. Bura 1 əlavə edirik. Əlbəttə ki, burada 1 əlavə edəcəyik. O da olacaq 63 çıxılsın 40. Bu da eləyəcək deməli 23. Sonra 106 çıxılsın 97. Bura eyni ədədi əlavə eləməliyik hər iki tərəfə də. 109 çıxılsın 100, bu da eləyəcək 9. 261 çıxılsın 196. 4, üstəgəl 4. Bu da eləyəcək 265 çıxılsın 200, eləyəcək 65. 361 çıxılsın 58. Plus 2, plus 2. Görün hansını onluğa tamamlaya bilirsiniz. Ya da yüzlüyə tamamlaya bilirsiniz. Onları eləyin. 363 çıxılsın 60 eləyəcək nə? 303. Sonra 372 çıxılsın 89. Üstə 1 gəlirik, üstə 1 gəlirik. Olacaq 373 çıxılsın 90. Bu da eləyəcək 3, 6, 263. Daha sonra 500-dən 187-ni çıxmalıyıq. Bunun üstə 3 gəlirik, üstə 3 gəlirik. Bu da eləyir 503 çıxılsın 190. Bu da eləyəcək 3, 1. Daha sonra 3, 313. Sonra 910-dan çıxarıq 675-i. Üstə gəl 5, üstə gəl 5. 915 çıxılsın 680. Bu da eləyəcək 5, 3, 8-dən 6 çıxanda 2. Keçirik növbəti. Bizə indi deyir ki, burada ədədləri təsvir eləyin. Hissələrini ayırmalıyıq. Olacaq nə? Baxın, elə bir hissəyə ayırmalıyıq ki, biz çıxanda, baxın, görün burada necədir. 316-nın, görürsünüz, 16-sı ilə elə eləyir ki, burada bunu rahat çıxa biləsiniz. O zaman biz buraya yazmalıyıq 67, 10. Yenə toplayanda 77 eləyəcək. Sonra buraya yazmalıyıq nə? 40, çünki burada 40-dır. Buraya yazmalıyıq 20. Bura 50, bura 40. Daha sonra bura 10, bura 20, bura 72. Sonra burada 20 yazmış olacaqdır.
Bəs bu çıxmanı necə edirik? Gəlin indi onu da baxaq. Deməli, nə edəcək? 457, 467 çıxılsın 67 çıxılsın 10. 467-dən 10 çıxanda 467-dən 67-ni çıxanda 400, 400-dən də 10-nu çıxanda 390. Sonra 240 çıxılsın 40. Mötərizə içində bunu yazırıq. Daha sonra çıxırıq 20-ni. O da eləyəcək 180. Sonra 350-dən çıxırıq 50-ni, çıxırıq 40-ı. Bu da eləyəcək 350-dən 50'sini çıxanda 300 çıxılsın 40. Bu da eləyir 260. Sonra 610 çıxılsın 10 çıxılsın 20. Bu da eləyəcək 600 çıxılsın 20. Bu da eləyir 580. Aha, çox getdik deyəsən. Keçirik növbət. Çıxılanı dir mərtəbə qiymətlərini ayırmaqla fərqi tapın. Bir neçəsinə də oxunda təsvir edin. Deməli, mərtəbə qiymətlərini ayırmaqla gəlin baxaq yuxarıdan. Mərtəbə qiymətlərini ayırmaq baxın bu şəkildə olur. Biz bunu keçmişik sizlə. 463 çıxılsın 342 parçalayacağıq. 463 çıxılsın çıxılanı parçalarıq. 300 çıxılsın 40 çıxılsın 2. 463-dən 300-ün çıxanda qalır 163. 163-dən 40-ın çıxdıq 123. İkisini də çıxanda 121. 828 çıxılsın 314. Olacaq 828 çıx 300 çıx 10 çıx 4. Bu da eləyir 528, 518, 514. Daha sonra 396 çıxılsın 35. 396 çıxılsın 30 çıxılsın 5. Bu da eləyəcək 361. Gəlin indi bunu da oxunda təsvir edək. 361-i. 360, 61, 62, 63, 64, 65. 66, 67, 68, 69, 370. Ədəd oxunu da belə təsvir edirik. Daha sonra nə yazmalı? 562 çıxılsın 331. Eləyəcək 562 çıx 300 çıx 30 çıx 1. Bu da eləyir 262, 232, 231. Sonra qalacaq 111. Altada çıxmırdıq axı uşaqlar. Çıxılsın 300, çıxılsın 30, çıxılsın 3. Bu da eləyəcək 344, 314, 311. Gəlin ədəd oxunda təsvir edək. 310, 311, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 311 budur. Daha sonra 927 çıxılsın 415. Bu da eləyəcək 927 çıxılsın 400 çıxılsın 10 çıxılsın 5. Bu da eləyir 527, 517, 512. Deyir, fərqi tapmaq üçün asan üsul seçin, cavabı tapın, toplama ilə yoxlayın. 640 çıxılsın 80. Bunu parçalaya bilərik. 640 çıxılsın 40 məsələn. Çıxılsın yenə 40. Eləyəcək. Bu da 560. Sonra 550 çıxılsın 496. Məsələn, bunun üstü 4 gəlir, üstü 4 gəlir. Olacaq 554 çıxılsın 500. Eləyəcək 54. Məsələn, 54 üstə gəl. Nə? 500. Toplama ilə həmin şeyi yoxlamalıyıq ki, eyni cavabı ala bilək. Bəli, 54 üstə gəl.
500 bərabərdir 554 və 554-dən 4-ün çıxanda yenə 550 qalmış. Olur 363 çıxılsın 48. Üstə 2 gəlirəm, üstə 2 gəlirəm. 363 çıxılsın 50. O da eləyəcək 313. 426 çıxılsın 211. Bu da eləyəcək deməli nə? Gəlin parçalayaq. 200 çıxılsın 10, çıxılsın 1. Bu da eləyir 226, 216, 215. Bəli. Mərtəbə qiymətlərini ayıraraq tapdıq. 542. İndi çıxılanı yenə mərtəbə qiymətlərini ayırmaqla eləməliyik. 500 çıx 40 çıx 2. Bu da eləyəcək 166, 126 və 124. Sonra 427 çıxılsın 57, üstə 3, üstə 3. 430 çıxılsın 60. 370. Keçirik məsələlərə. Zooparkda bəzi heyvanların sayı cədvəldə göstərir. Balıqların sayı sürünənlərin sayından nə qədər çoxdur? Balıqlar baxın 562-dir. Sürünənlər də 34-dür. Bu bundan deyir nə qədər çoxdur? 8, 5-dən 3 çıxanda 2, 5-in də özü. Cavab 528 vahid çoxdur. Sonra deyir quşlar və sürünənlərin birgə sayı. Quşlar və sürünənlərin birgə sayı 398, üstəgə 34, 12, 13, bu da 4. Bu deyir balıqların sayından nə qədər azdır? Balıqların sayı 562 idi. Bunu çıxanda qalacaq 0, 3, 1. 130 vahid azdır. Cavab 130 vahid azdır. Keçirik növbəti. Bağdan 511 kiloqram alma. Alma nə qədər? 511 kiloqram. Bundan 31 kiloqram az da armud eləyiblər. Armud yığırlar. 511 çıxılsın 31, 0, 8, bir də 4. 480 kiloqramda armud yığılıb. Deyir cəmi 950 kiloqram yük götürə bilən maşınla bu meyvə və tərəvəzləri bir dəfəyə aparmaq olarmı? Gəlin görək bu ikisi bir yerdə hələ nə qədər eləyir? 511 üstə gəl 480. O da eləyəcək 1, 9, 9. 991 elədi. Maşın da 950 tutur. Deməli bu meyvələri bir dəfəyə aparmaq xeyir olmaz. Çünki 991 toplanan meyvə aparılan meyvədən çoxdur. Xeyr. Olmaz. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.